Salam hörmətli şagirdlər. Bugündən etibarən 4-cü siniflərin monitorinq imtahanlarını hazırlaşdırmaq üçün Sambaq nəşrlərinin monitorinq imtahanlarına hazırlıq kitabından riyaziyyata aid olan bütün bölmələrin izahlarını verəcəm. Kimlər monitorinq imtahanlarına tam hazır olmaq istəyirsə, bu videolardan yararlana bilər. Çünki riyaziyyata aid olan bütün bölmələrin, bütün sualların izahlarını yerləşdirəcəm. Sizlərə məsləhətim o ola bilər ki, videonu dayandırın, sualları işləyin, daha sonra izahları ilə özünüzü yoxlayın. Kimdə kitab varsa kitabdan işləsin, bilmədiklərinin izahına baxsın. Kimdə kitab yoxdursa videonu dayandıraraq ilk özünüz işləyin əvvəlcə, daha sonra video izahlara baxın. O zaman monitorinq imtahanına tam hazır ola biləcəksiniz. Başladıq izahlara. Burada səhifə 7-dən başlayırıq. İlk bölmədən, birinci bölmədir, görürsünüz, ədədlər bölməsidir. Əvvəlcə ədədlər bölməsinə aid olan burada asan tipli suallardır. Yuxarıda görürsünüz, asan yazıb, burada asan tipli suallardır. Başlayırıq ilk sualımızdan, birinci sualdan. Birinci sualda əziz şagirdlər, ilk olaraq oxuyaq, hansı ədəd siniflərə düzgün ayrılıb? Bilirik ki, siniflərə ayırmaq üçün ədədləri sağdan sola doğru, ədədləri 3-3 sayaraq ayırırıq. Məsəl üçün, burada yazılıb A variantında, gəlin baxaq. A variantında yazılıb 1248, amma doğru ayrılmayıb. Niyə? Gəlin bax, yazıram 1248. Yazdım. Nə dedik? Birinci dedim ki, sağdan sola doğru 3-3 say. 1, 2, 3. 3 dənəsini sayandan sonra bura bir nöqtə qoy. İndi biz ayırmaq, bura bir nöqtə qoyduq. Düzdür? 1-dən sonra ayrılmalıydı. Burada isə 2-dən sonra ayırıblar. Görürsünüz, 3-3 sayıb ayırmalıydı. Burada isə ikisini sayıb ayırıb. Doğru deyil. Belə ayrılmalıydı. 1248. Deməli, A variantı deyil cavabımız. Keçək C variantına. Gəlin bu yazdığımı silin. C variantında baxın 5, 2, 6. 6-dan sonra ayırmalıydı. Düzdür, olmalıydı 14625, amma burada doğru yerdən ayırmayıb. Sildik. Birinci sinfimiz təkliklərdir, sonra minliklər sinfidir, sonra milyonluqlar sinfidir. Aha, görək böyük ədəd gəldikcə. Baxın, B variantına baxaq. 3-3 ayırıb. Burada 1, 2, 3. 3 dənədən sonra ayırıb. Görürsünüz, təkliklər sinfi, bu da minliklər sinfi. 425 min, görürsünüz, oxuyanda sinfin adını deyirik. 425 min 386. B variantı bizim doğru cavabımızdır. Gəlin görək, görək niyə səhvdir, doğru ayrılmayıb. Baxın uşaqlar, bir dənə sinfi bir dənə mərtəbəni ayırıb, təkliklər mərtəbəsidir, düzdür. 1, 2, 3. Belə ayırmalıydı. 2864. Bu qaydada ayrılmalıydı. Burada isə yanlış ayrılır. Cavab oldu B. Keçdik digər sualımıza. İkinci sualda 33554 ədədini rəqəmlərlə yazın deyir. 33554. Baxın. 33.000, burada nöqtə qoyacam ayırmaq üçün. 554. 554. Cavabımız 33554 D variantında. Keçdik digər suala. Üçüncü sualda 25386 ədədində 5 rəqəminin mərtəbə qiyməti neçədir? 5 rəqəminin mərtəbə qiymətini istəyir bizdən. Baxın, 5 rəqəm haradadır? Baxın, burada altından xətt çəkirəm. Mərtəbə qiyməti, əziz şagirdlər, burada hansı mərtəbədə dayanıb? Baxın, mərtəbələri gəlin soldan sağa doğru adlandıraq. Təkliklər, onluqlar, yüzlüklər və minliklər. Minliklər 5 minliklər mərtəbəsindədir, düzdür? Burada olacaq 5, mərtəbəmiz 5-dir. 5-i vuranda minə eləyəcək 5000. Oldu. A variantı bizim doğru cavabımız.
Keçək 4-cü suala. Boşluğa hansı ədəd yazılmalıdır? Burada oxuya birinci ədədimiz 80 mindir, düzdür? Bu bilirik, təkliklərdir. Bu da minliklərdir. 80 min. Minliyi soruşur bizdən. Burada 80 dənə minlik var. B variantı bizim doğru cavabımız olacaq. Keçək 5-ci suala. 5-ci suala doğru bərabərliyi seçin. Doğru bərabərliyi gəlin axtaraq. Burada 4386 bərabərdir. 4 dənə minlik yazıb, bəli, 4 dənə minliyimiz var. Üstə gəl, 3 dənə yüzlük. Gəlin görə yüzlü yansıdır. Bəli, 3 dənə yüzlüyümüz var. 8 onluğumuz var. Burada yazıb 8 onluq. 6 dənə təkliyimiz var. Burada da yazıb 6 təklik. Doğrudur. Gəlin digərlərini görək niyə doğru deyil. Yazıb ki 7-10 minlik. Baxın, axı 7 minlikdir. 7 minlikdir. Burada ona görə yanlışdır. 5129 bərabərdir. 5 dənə minlik. Doğrudur. 5 dənə minlik var. 1 dənə onluq yazıb. Xeyr, 1 dənə onluq deyil. 1 dənə yüzlükdür. Bu yanlışdır. Ona görə C variantı səhvdir. Burada 6 yüzlük yazıb 6 minlikdir. Ona görə yanlışdır. Keçdik digər suallara. 6-cı sual. Hansı ədəd 4825 ədədindən böyükdür? Baxaq. Burada A variantında verilən ədədimiz 8425. 8425-də 8 dənə minlik var. 8 dənə minlik, burada isə 4 minlik var. Deməli, A variantındakı ədəd verilən ədəddən böyükdür. Digərlərinə baxaq, görək nədir, niyə kiçikdir. Baxaq, B variantına keçək. Burada 4 dənə minlikdir, verilən ədəddə də 4 minlik idi. Burada B variantındakı ədədin yüzlüyü 2-dir. Burada isə yüzlüyümüz 8-dir. Ona görə B variantındakı ədəd kiçikdir. C variantına baxaq. Burada minliyi 2-dir. Verilən ədəddə isə 4 idi. C variantı da kiçik ədəddir. D variantında minlik 4-dür. Burada da 4-dür. Bərabərdir minlikləri. Yüzlükləri 8-dir. Bərabərdir. Burada onluğu 2-dir. Təkliyi də 5-dir. Deməli, D variantındakı ədədlə verilən ədədimiz bərabərdir. Bizə böyük ədəd lazım idi. Böyük ədəd də A variantında verilib. Cavab A. Keçək digər suala. Növbəti sualımız 7-ci sualdır. 7-ci sualda 18349 ədədini minliklərə qədər yuvarlaqlaşdırdıqda hansı ədəd alınır? Minliklərə qədər yuvarlaqlaşdırmaq üçün ilk olaraq biz ədəddə olan minliyi tapacağıq. Baxın, sağdan sola doğru siniflərimizi adlandıraq. 9 təklikdir. Onluğumuz 4-dür. Yüzlük 3-dür. Minlik 8-dir. Burada biz minliklərə qədər yuvarlaqlaşdırırdıqsa, minliyin altından xətt çəkəcəyik. Minliyimiz 8-dir, altından xətt çəkirəm. Yuvarlaqlaşdırma işarəsini qoyacaq ədədin. Yazaq birinci ədədimizi 18349. Minliyimiz 8-dir. Yuvarlaqlaşdırma işarəsini qoyduq. Əgər altından xətt çəkdiyimiz ədədin sağına baxırıq, sağındakı ədəd 3-dür. Rəqəmimiz 3-dür. Sağındakı ədəd 0, 1, 2, 3, 4 olanda ədəd dəyişmir. Amma sağındakı ədəd bu üçün yerində 5, 6, 7, 8, 9 olardısa, o zaman 8-in üzərinə bir vahid əlavə edəcəkdik. Kiçik olduğu üçün 5-dən, yəni 4, 3, 2, 1, 0 olanda heç nə əlavə etmirik. Olduğu kimi qalır altından xətt çəkdiyimiz ədəd və solundakılar. Digərləri isə 0-a çevrilir. Oldu neçə? Yuvarlaqlaşdıranda oldu 18.000. Cavab A variantı. Keçdik digər sualımıza. Digər sualımız 8-ci sualdır. Boşluğa
hansı müqayisə işarəsi yazılmalıdır? Müqayisə işarəsinin hansı yazılmalıdır deyəndə baxırıq 12008 burada dairədir. Burada 1 10 minlik, üstəgəl 28 yüzlük. Minlikdə bilirik 3 sıfır var. 10 minlikdə 4 dənə sıfır var. Gəlin bunu həll edək. Sağ tərəfi 1 dənə 10 minlik. 10 minlikdə də dedik 4 dənə sıfır var. Baxın 10 minimiz budur. 1 dənə 10 minlik. Üstəgəl 28 yüzlük. Yüzlükdə 2 sıfır olur. Üzərinə yüzlükdə 2 sıfır olduğuna görə 28 dənə yüzlüyümüz yazacağıq. 2800 oldu. 2800. 10 min üstəgəl 2800. Bu bizim üçün verəcək 12800. Topladıq. Aldıq 12800. 12008 bu tərəf idi. Sol tərəfimiz. 12800 isə sağ tərəfimiz oldu. 12008 kiçikdir 12800-dən. Deməli, burada hansı işarə oldu? Kiçikdir işarəsi. Variant A. Keçək 9-cu suala. 9-da bizə deyir ki, 46204 ədədinin oxunuşunu seçin. Baxaq, gəlin görək, oxuduq. Biz artıq bunu şərti oxuyanda 46204. Tapaq 46024. Burada deyir ki, 46000 1000 deyəndə nöqtəni qoyun, ayıraq, yəni 24. 24. Baxın, bunun yazılışı budur. A variantı deyil deməli. 46204. 46204 B variantıdır. 4624. 4624. C variantında yazılış belədir. 4204. 4204. Bizə nə lazımdır? 46204 deməli D-də deyil. Variant oldu B. Baxaq 10-cu suala. Boşluğa hansı ədəd yazılsa müqayisə doğru olar? Gəlin baxaq. 76000 3 yüzlükdür. Burada da 3 yüzlükdür. 8 onluqdur. Burada da 8 onluqdur. 4 təklikdir. Böyük olmaq üçün burada minlikdir, 10 minlikdir, yüzlükdür, onluqdur. Bunların hər biri eynidir bu ədədlərdə gördüyünüz kimi. Təklik isə burada 4-dür. Bu ədədin böyük olmaq üçün sağ tərəfdəki ədəd bizə kiçik olmalıdır. Yəni 4-dən kiçik nə yaza bilərəm? 3 yaza bilərəm. 2 yaza bilərəm. 1 yaza bilərəm, bir də 0 yaza bilərəm. Ədədlər arasında da 4 yaza bilmərəm. 4 yazsam olacaq bərabər bu ədədlər. 5 yazsam soldakı ədəd o zaman olacaq kiçik. 7 yazsam yenə kiçik olacaq. Bizə lazımdır ki, soldakı ədəd sağdakı ədəddən böyük olsun. Böyük olmaq üçün yazacağım 3 variantlar arasında 3 A-da verilib. Doğru variantımız A olacaq. Keçək 11-ci suala. 11-də yazılıb 48632 ədədinin minliklər sinfindəki ədəd neçədir? Baxaq. Bu təkliklər sinfidir. 48 isə minliklər sinfidir. Minliklər sinfimiz bu hissədir. Düzdür? Ondan əvvəl gələn isə bu təkliklər sinfidir. Minliklər sinfindəki ədəd neçədir deyəndə 48-dir. Variant A. 12-ci sualda açıq şəkildə verilmiş ədədi rəqəmlərlə yazın. Baxaq. 8000 üstəgəl 300 üstəgəl 40 üstəgəl 49. Ya hesablamaq çətindirsə alt-alta yaz hesabla. Və yaxud da 8000-lik 300-lük 8300. 8300-ün üzərinə 4 dənə onluğu gələndə 40-ı gələndə olacaq 8340. Üzərinə 9 təkliyimizə gələndə olacaq 8349. Əgər çətinlik çəkirsənsə, bu qaydada yaz. 8340 və 9. Hamısını
toplayırsan. 9, 4, 3 və 8 oldu. 8349. Cavab C. Əziz şagirdlər, sonuncu 12-ci sualda izah etdim. A variantı bitdi. Növbəti videoda, növbəti səhifədə olan B variantını izah edəcəm və beləliklə də bütün test tapşırıqlarının hər birini, həllini yerləşdirəcəm kanala. Kanala abunə olmağı, videoları izləməyi və bəyənməyi unutmayın. Hələlik.